Bismillahirrahmanirrahim və bihi nəstəin. Hər vaxtınız xeyirli olsun, əziz Zuhur televiziyasının izləyiciləri, sizləri yenidən xoş gördük. Bizim mövzumuz silsilə xarakterli mövzu olduğuna görə bugün də inşallah insan ömrünün bir hissəsi olan gənclik, cavanlıq və s. ömrün müxtəlif hissələrindən bəhs edən mövzulardan söhbət açacağıq. Ötən verilişlərimizdə məsumlardan, xüsusilə Peyğəmbər Salavatullahdan bir neçə hədislər bu barədə qeyd edildi və bugün də bunun davamı olaraq məsumların və Peyğəmbər Salavatullah əleyhi və alihi və səlləmin o gözəl kəlamlarından siz əzizlərə bir neçəsini xatırladacağım. Bəzən insan, xüsusilə gənc, öz siması ilə, öz cəmalı ilə fəxr eləyir, öz gözəlliyi ilə fəxr eləyir. Və bu gözəlliyi, Allah Taala'nın verdiyi ona o gözəlliyi başqa məqsədlər üçün istifadə eləyir. Amma bu o qədər də yaxşı hal deyil insan üçün. Ona görə ki, belə amillər, bu cür fikirlər, hansı ki, insan öz gözəlliyini digərlərin diqqətini cəlb eləməkdən ötürü istifadə eləyirsə, bu nəhayətdə ona yaxşı nəticə verməz və hətta fəsada da aparıb çıxara bilər. Elə isə, bəs o gözəl dediyimiz insanın cəmalı, onun zahiri gözəlliyi önəmlidirmi, şərtdirmi? Allah Taala hər bir insanı, hər bir varlığı öz gözəlliyindən xəlq eləyib. Və o gözəllikdən bütün insanlara da şamil olub. Amma bu gözəlliyin necə istifadə olunmağın da bizə məsumlar öyrədiblər. Peyğəmbər Salavatullah əleyhi və alihi və səlləmin hədislərinin birində belə oxuyuruq ki, İnnə əhəbbəl xəlaiqi iləllahi əzzə və cəllə şabun hədəthus sinni fi surətin həsənətin cəalə şəbəbəhu və cəmələhu fi taətillah. Peyğəmbər sallallahu buyurur ki, Allah Taala yanında İnnə əhəbbəl xəlaiqi iləllahi əzzə və cəllə, Allah Taala yanında ən sevimli məxluqların, yaranmışların ən sevimlisi kimdir? O cavandır ki, o yeniyetmədir ki, gözəl siması olsun və o gözəl simasını, o cəmalını Allaha, onun itaəti yolunda xərcləsin. Onun gözəlliyi yalnız Allah itaətində keçsin. Başqa məqsədlərlə olmasın. Belə bir gənc, belə bir cavan əgər öz gözəlliyi ilə qürrələnməsə və gözəlliyini, cavanlığını Allah yolunda xərcləsə, Allah tərəfindən onun muzlu mükafatı nə olar? Peyğəmbər Salavatullah davamında buyurur. Zəlikəl-ləzi yubahi bihir-Rahman mələikətəh. Bu, o şəxslərdəndir ki, Allah Taala həmin şəxslə mələklərə fəxr edərək belə deyər. Həzə abdi haqqən. Mənim əsl bəndəm, həqiqi bəndəm bax budur. Bir nəfər öz camalını, öz cavanlığını, öz gəncliyini lillahi və taatihi, Allah üçün və onun itaətində keçirərsə, onda bu şəxs də Allahın fəxr elədiyi
bəndələrdən olar, şəxslərdən olar və mələklərə bu mənim əsl qulumdur, bu mənim həqiqi qulumdur deyə səslənər, bu cürə söyləyər. Bunu demək istəyirik ki, insanın zahiri gözəlliyi heç də önəmli deyil Allah qatında. Düzdür, o gözəllik orada var, o şəxsdə varsa, amma bunu Allah itaətində xərcləməsi lazımdır. İnsanın, gəncin insanlar baxımından da, digər ürf baxımından da ona verilən qiymət onun zahiri gözəlliyinə görə yox, onun əxlaqına görə verirlər, ədəbinə görə verirlər, ərkanına görə verirlər. Peyğəmbər sallallahu hədislərinin birində buyurur ki, şəbbun həsənul xulq əhəbbu iləllahi əzzə və cəllə min şeyxin bəxilin abidin seyyi'il xulq. Gözəl əxlaqlı gənc Allah Taala yanında paxıl olan, ibadət eləyən pis əxlaqlı qocadan daha sevimlidir. Yəni bir gənc ki, onun gözəl əxlaqı var, gözəl ədəbi var, gözəl ərkanı var, o şəxs ibadət eləyən paxıl, pis əxlaqlı qocadan daha üstündür Allah yanında, Allah qatında. Keçən mövzularımızda olduğu kimi, burada da Peyğəmbər sallallahu cavanla yaşlını bir daha müqayisə elədi, əzizlər. Bir yaşlı əgər pis əxlaqlıdırsa, baxmayaraq ki, ibadət əhlidir, eyni zamanda paxıldırsa, yalnız gəncin gözəl əxlaqı olmağı onun etdiyi ibadətdən üstündür Allah yanında. Buna görə də gənc, cavan yalnız öz əxlaqı ilə həm cəmiyyətdə özünə yer tutmuş olur, cəmiyyətin hörmətini qazanmış olur, ona ehtiram edilər. Hədislərin birində Peyğəmbər sallallahu buyurur ki, böyüklərinizdə hörmət edin ki, kiçikləriniz də sizə hörmət etsinlər. İnsan özündən böyüklərə ehtiram eləməlidir, ehtiram bəsləməlidir, hörmət qoymalıdır. Biz gələcək mövzularımızda bu mövzuya xüsusi yer ayıracağıq. Böyüyə hörmət Peyğəmbər sallallahu bizə qoyduğu bir mirasdır. Peyğəmbər sallallahu digər bir hədisdə buyurur ki, mə əkrəmə şəbbun şeyxən lisinni illə qayyədəllah ləhu ində kibər sinni mən yukrimu. Ola bilməz ki, bir gənc yaşının çoxluğuna görə bir qocaya ehtiram eləsin, yaşlı bir şəxsə hörmət qoysun. Həmin kəs yaşlaşandan sonra, həmin cavan yaşlaşandan sonra Allah Taala ona hörmət edən bir şəxsi müsəllət eləməsin. Ona hörmət edən bir şəxsi onun qarşısına çıxartmasın. Bu mümkün olası bir şey deyil. Yəni, qısaca məfhumu belədir hədisin ki, əgər bir gənc yaşına görə bir qocuya ehtiram edirsə, vaxt zaman gələcək ki, onun etdiyi o yaxşılığa, o ehtirama görə yaşlaşandan sonra həmin gənc ona da o cürə hörmət edərlər. Yəni, heç bir şey cavabsız qalmaz. Gözəl əxlaq hər şeydən önəmlidir. Gözəl əxlaqın içərisində valideynə hörmət, qohumlara hörmət, böyüklərə hörmət, onun danışığında, hərəkətində, davranışında, bunlar hamısı gözəl əxlaqın xüsusiyyətləridir. Peyğəmbər sallallahu hədislərinin birində buyurur ki, xeyru şəbabikum mən təşəbbəhə bi kuhulikum. Sizlərin, gənclərinizin ən yaxşısı o şəxslərdir ki, özlərini yaşlılara, qocalara bənzədirlər. Burada Peyğəmbər sallallahu nəyi çatdırmaq istəyir bizə? Görərsiniz, cavan, gənc
öz gəncliyindən istifadə edərək elə bir hərəkətlər eləyər ki, o yaraşmaz. Hətta müəyyən yaş dövrü keçəndən sonra bəzən etdiyi hərəkətlərə görə xəcalət çəkər, utanar, bəzən peşman olar. Amma yaşlı insan ki, təcrübəsi var, həyatda təcrübə qazanıb, o yaşına görə artıq o gənclik dövründə etdiklərini etmir. Peyğəmbər sallallahu ona görə buyurur ki, xeyru şəbabikum mən təşəbbəhə bi kuhulikum. Sizin gənclərinizin ən yaxşısı o şəxslərdir ki, özlərini yaşlılara bənzədirlər. Yəni, onlar kimi vüqarlı olurlar, onlar kimi davranışlarına fikir verirlər, ağır olurlar, özlərini yüngül aparmırlar, ədəblərinə, ərkanlarına fikir verirlər və s. və ilaxır. Peyğəmbər sallallahu bunu gözəl şəkildə vurğulayıb və bizlərə çatdırıb. Bəs yaşlıların, qocaların ən pisi kimdir? Peyğəmbər buyurur ki, və şərru kuhulikum mən təşəbbəhə bi şəbabikum. Qocalarınızın, yaşlılarınızın ən pisi o şəxslərdir ki, özlərini cavanlara oxşadarlar. Görərsən ki, yaş keçib, artıq gənclik dövrü, cavanlıq dövrü qutarıb, artıq bunun yaşlı dövrü başlayıb, qocalıq dövrünə doğru hərəkətdədir, necə deyərlər. Amma bu özün hələ cavanlara bənzətmək istəyir. Özün 18 yaşında, 20 yaşında gənc bir insan kimi göstərmək istəyir. Halbuki bu belə deyil. Hər yaşın özünün bir dövrü var və hər bu yaş dövrünün özünə məxsus, deyək ki, xüsusiyyətləri var, davranış qaydaları var. Digər bir hədisdə gözəl bir hikmətamiz bir hədisdir. Peyğəmbər sallallahu sahabələri ilə bir yerdə olduğu zaman bir nəfər gəlir, onların yanından keçir. Sahabələrdən bəziləri deyirlər ki, ya Rasulullah, bu keçən şəxs dəlidir. Belə səslənir ərəb dilində ki, mərrə bi Rasulillah sallallahu aleyhi və alihi və səlləm rəculun və huvə mə'ə əshabihi. Peyğəmbər sallallahu sahabələrlə bir yerdə olduğu zaman bir nəfər gəldi, onların yanından keçdi. Fəqalə bə'zul qavm. Orada o qövmdən olanların bəziləri dedilər ki, məcnun, bu şəxs dəlidir. Məcnun, dəli mənasını ifadə edir. Peyğəmbər sallallahu o sahabələrin cavabında görün nə buyurdu? Buyurdu ki, bəl huvə rəculun musab. Niyə ona deyirsiniz dəlidir? Ona dəli deməyin. Deyin ki, o ruhi xəstədir. Rəculun musab. Musab, ruhi xəstə mənasını ifadə edir. Soruşdular, ya Rasulallah, bəs dəli kimə deyərlər? Peyğəmbər sallallahu cavabında buyurdu ki, İnnəməl məcnun abdun əv əmətun əbləyə şəbəbəhümə fi qeyri taətillah. Dəli o gənc qadına, o gənc kişiyə deyərlər ki, onlar öz cavanlıqlarını Allah itaətindən qeyri yerlərə sərf edirlər. Əbləyə şəbəbəhümə fi qeyri taətillah. Allah itaətindən başqa yerlərə xərcləyirlər öz gəncliklərini. Dəli bunlara deyərlər, məcnun bunlara deyərlər. Peyğəmbər sallallahu bu cürə reaksiya verdi o qövmün həmin şəxsi dəli adlandırmalarına. Odur ki, əziz Zuhur televiziyasının izləyiciləri, əziz tamaşaçılar, məqsəd insanın, gəncin həyatdakı mövqeyidir, onun gözəl ədəbi, gözəl ərkanıdır. Bu hədislər də əsrlərlə bu məqsəd üçün gəlib bizə yetişib ki, biz özümüzü islah eləyək. Ötən mövzularımızda qeyd elədiyimiz kimi, hər bir şəxs, hər bir gənc başlıca olaraq özünü islah eləməlidir. Bacardıqca ətrafını öz ailəsindən başlamalı və sonra imkan çatdıqca genişləndirib o əhatə dairəsini onları düzgün yola hidayət eləməklə
əmr bil məruf və nəhi anil münkər eləməlidirlər. Allahın salavat və salamı siz əzizlərin üzərinə olsun inşallah. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.